Gördüyünüz yumurtalar qeyri-adi deyil, adi yumurtalardır. Qeyri-adi olansa indi verəcəyim məlumatlardır. Yəni, yumurtaların üzərinə diqqət eləsəz, burada kodlar yazılır. Bu kodlarınsa təbii ki, mənası var. Əgər yumurtanın üzərində olan kod sıfırla başlayırsa, bu o deməkdir ki, həmin yumurtanı yumurtlayan toyuqlar tam təbii qidalanıb. Əgər o kod 1 ilə başlayırsa, bu o deməkdir ki, bu yumurtanı yumurtlayan toyuqlar həyət toyuqlarıdır. Yəni, hində daimi saxlanılmır, gəzirlər onlar çöldə, bacada. Əgər o kodlar 2 ilə başlayırsa, bu o deməkdir ki, bu toyuqlar hində saxlanılır, amma damın içində bir hərəkət mexanizmi də var. Əgər kod 3 ilə başlayırsa, bu o deməkdir ki, bu toyuqlar tamamilə qapalı şəraitdə saxlanılır və onlar tam kimyəvi maddələrlə qidalandırılırlar və həmin yumurtaları almaq, istifadə etmək bizim üçün zərərlidir.